Birinci Allah'ın nifrət etdiyi insanlar deyir nədir? And içən satıcılar. Mən dəfələrlə bu sözü deyəndə deyirəm. Bəzən biz o boyda əzəmətli Allah'ın adını bir dəstə göyərtiyə görə çəkirik. Bir dəstə göyərtiyə görə. Allah birinci bu qrup insanlara nifrət edir. Niyə? Çünki, baxın, səbəbi də gələ bilək də. Çünki andla bunlar insanları aldatmağa çalışırlar. Bu bir. İkinci, əzəmətli Allah'ın adını öz oyunlarına oyuncaq edirlər, vasitə edirlər. Üçüncü, Allah'a and içmənin nə qədər böyük məsuliyyətli bir iş olmasına nədir? Yüngül davranırlar. Andı, cəmiyyətdə andın hörmətini salırlar aşağı. Sən alıcı alırsan, sənə and içir ki, bu belədir, gelirsən evdə görsən belə deyil. Onda heç bir and içənə nədir? İnanmırsan. Bizdə bir uşaq vardı. Bu bizim öz başımıza gələn işlərdəndir. Bir qardaş vardı. Deyir, uşaq həmişə mənə bir söz deyəndə deyir ki, mən sənə filan şeyi mənim üçün alasan, deyirəm, inşallah eləyərəm. O qədər deyir, inşallah eləyərəm demişəm, eləməmişəm. İndi hansı işə inşallah eləyərəm deyir, uşaq deyir ki, daha eləməyəcək bunu. Yəni bu inşallah sözünü dəyərdən salıb da bu valideyn öz uşağı üçün inşallah sözünün dəyərini eləyib? Aşağı salır. O qədər deyib, inşallah eləyərəm, eləməyib, deyir ki, haçan inşallah deyib, daha ümidini kəsir o işdən. Bu günləri də, bax, bu günləri biz and əzəmətli şeylər üçündür. And adi bir şeylər üçün deyil. Biz Allah'ın adını bazara gətirməməliyik.